Ötən gün Naxçıvan şəhərindəki Heydər Əliyev sarayında Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş konsert proqramı təşkil edilib. Konsert proqramını Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, deputatlar, universitetin professor müəllim heyəti, tələbələr, ictimaiyyət nümayəndələri izləyiblər. Tədbirdə 15 iyun Milli Qurtuluş gününün əhəmiyyətindən, ümummilli liderimiz Heydər Əliyevin milli kinomuzun inkişafındakı tarixi xidmətlərindən danışılıb, Ulu Öndərin Azərbaycanın milli kinoları ilə bağlı çıxışlarına dair video çarxlar nümayiş etdirilib. Konsertdə Fikrət Əmirov, Tofiq Quliyev, Süleyman Ələskərov, Qara Qarayev, Rauf Hacıyev, Arif Məlikov, Cahangir Cahangirov, Üzeyir Hacıbəyli kimi dahi bəstəkarların sevilən kino musiqiləri ifa olunub, milli kinomuzun incilərindən fraqmentlər səhnədə canlandırılıb. Proqrama uyğun solistlər, tanınmış xalq artistləri və əməkdar artistlər, prezident mükafatçıları, universitetin müəllim və tələbələri çıxış ediblər. Konsertin bədii rəhbəri Azərbaycan Respublikasının əməkdar artisti Dosent Mübariz Əsgərov, rejissoru xalq artisti Kamran Quliyev, dirijorları isə Naxçıvan Dövlət Universitetinin müəllimi, xalq artisti professor Çingiz Axundov və Naxçıvan Dövlət Universitetinin müəllimi, əməkdar artist Səməd Əsgərov olub. Konsertin sonunda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli səhnə arxasına keçərək sənət adamları ilə səmimi söhbət edib, çıxışları yüksək qiymətləndirib, sənət yolunda hər birinə uğurlar arzulayıb. Sənət adamları göstərilən diqqətə və dəstəyə görə minnətdarlıq ediblər. Konsert proqramı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə təşkil edilib.